Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 26-cı ayə. Əuzu billah, bismillah. İnnə həqiqətən yaxud əlbəttə Allah deməkdir, lə inkar deməkdir. Yəstəhyi yəni utanar, çəkinər. Lə yəstəhyi utanmaz, çəkinməz. Ən ki yadribə, yəni darabə feilindəndir, yəni vurmaq, çəkmək. Yəni ən ki çəkir, vurur. Məsələn, yəni məsəl, misal. Mə o şey ki bəudoh, yəni ağcı qanadı. Fəmə fə elə isə və yaxud və kimi də gedir. Mə o şey ki fəvqahə, fəvqa yəni hətta biz eşitmişdik fövqündə, yəni daha böyük, daha üstün. Hə də o, yəni ondan daha üstün olan bir şeyi. Bura qədər tərcümə etsək, yəni həqiqətən ya da əlbəttə Allah ağcı qanadı və ondan daha böyüyünü, misal çəkinməkdən utanmaz, misal vurmaqdan çəkinməz. Fəəmməl-ləzīnə əmənu, fə elə isə və yaxud halbuki əmmə yaxud amma, lakin kimi gedir əmmə sözü. Halbuki əlləzīnə o kəslər ki əmənu iman gətiriblər. Fəyələmunə fə elə isə bəs və kimi də gedir. Yələmunə bilirlər. Ənəhu ənə ki hu o deməkdir. Ənə ki deməkdir, hu o deməkdir. Əl-həqq yəni haqdır. Ki o haqdır, belə deyək. Ənəhul haqq yəni ki o haqdır, ki o həqiqətdir də demək olar. Həqiqət olduğunu bilirlər kimi gedə bilər. Yəni ya'lamunə bir tərcümə etsək. Min dandan şəkilçisidir, yaxud tərəfindən kimi də gedir. Rabbihim, Rəbb deməkdir. Him də onlar, ya da öz demək olar. Yəni öz Rəblərindən, yaxud öz Rəbbindən də demək olar. Yəni onların Rəbbindən, yaxud onların Rəbbi tərəfindən. Və əmmə və amma lakin əlləzīnə kəfəru, yaxud və halbu kimi də gedə bilər. İsə kimi də gedər. Yəni kafir olan kəslər isə, yaxud və lakin kafir olan kəslər və amma kafir olan kəslər. Fəyəqulunə fə elə isə halbuki bəs yəni deyərlər. Məzə yəni məzə nə deməkdir? Nə? Əradə yəni istəmək, yəni nə istədi Allah? Yəni nə istədi Allah? Bihəzə, bi yəni ilə, həzə yəni bu ilə. Həzə bu deməkdir, bi ilə deməkdir. Məsəldə məsəl, yəni bu məsəl ilə Allah nə istədi? İndi düzdür, burada nə demək istədi deyirlər. Çünki burada demək sözü yoxdur deyə, amma biz onu belə də deyə bilərik. Amma əradə yəni istəmək deməkdir. Davam edirik. Yudillu. Yudillu yəni əslində dua tərifini zəl hərfinə işləyir. Yəni yuzillu yəni zəlalət elə yəni yadda saxlaya bilərsiniz o formada. Yudillu yəni zəlalətə salar. Bihi onun ilə, bi ilə, hi də o deməkdir. Onun ilə kəthiran, yəni əksəriyyəti, çoxlarını və bağlayıcı, yaxud isə də deyə bilərik. Yəhdi, yəni hidayət sözündəndir, hədəyə sözündəndir. Və hidayət edər, bihi, onun ilə kəthiran, yəni yenə əksəriyyəti, yaxud çoxlarını. Və mə burada inkarı bildirir. Yudillu, yəni azdırmaz, zəlalətə salmaz, düşar etməz, belə deyə bilərik. Zəlalətə düşar etməz. Bihi, onun ilə, illə başqasını, əl-fasiqin, yəni fasiqlər. Yəni fasiqlərdən başqasını onunla zəlalətə düşar etməz. Yaxud da biz demişdik ki, məfahim dərslərinə qoşulan xanımlar bilir. Yəni mə olan yerdə mədir, lədir, yəni inkar olan yerdə
illə gəlirsə biz ona ancaq deyə bilərik ki, yalnız fasiqləri onunla zəlalətə düçar edər də deyə bilərik. Yaxud da burada yazıldığı kimi fasiqlərdən başqasını onunla zəlalətə düçar etməz. Yəni ümumi tərcümə də burada yazılan kimi qeyd edək ki, sizə də rahat olsun bilmək, amma hər bir sözü söz xırdaçılığına tərcümə etdik. Həqiqətən Allah ağcaqanadı və ondan daha böyüyünü misal çəkməkdən çəkinməz, utanmaz. İman gətirənlər onu yəni öz Rəbbi tərəfindən bir haqq olduğunu bilirlər, bir həqiqət olduğunu bilirlər. Kafirlər isə Allah bu məsələlə nə istədi, yaxud nə demək istədi deyirlər. O bununla bir çoxlarını zəlalətə salar, bir çoxlarını doğru yola yönəldər, yaxud hidayət edər. Fasiqlərdən başqasını onunla zəlalətə düçar etməz, yaxud da yalnız fasiqləri onunla zəlalətə düçar edər. İndi keçid alırıq Bəqərə surəmizin 26-cı ayənin təfsirinə. Bir neçə nöqtələri qeyd edək. Bə'd sözü ağcaqanad, bə'd əslində belədir, bə'd sözü ağcaqanad mənasındadır. Bu sözün kökü bə'ddir, yəni bəzdir. Yəni çox adam bə'd hərfini zəyin kimi oxuyur, dız kimi belə. Bəddir, əslində belədir və ağcaqanad öz cüssəsinin kiçikliyinə görə belə adlandırılmışdır. Ümumiyyətlə, Quranın məsəlləri bütün xalq üçündür. Quranda hər növ məsəl çəkilmişdir. Əlbəttə, bu məsəlləri əhəmiyyətsiz saymaq olmaz. Çünki onların əsasını alimlər dərk edirlər. Quranda oxuyuruq. Biz bu məsələləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayar. Məsələlərdə xatırlatma, anlatma, təlim, bəyan, həqiqətlərin açıqlanması gerçəkləşir. Tövrat və İncil kimi əvvəlki səmavi kitablarda da Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm və onun məsum əhli beytinin əleyhissalamın buyurduqlarında da məsələlərdən geniş şəkildə istifadə olunur. Tövratda Süleymanın məsələləri adı altında hissə vardır. Bəzi İslam müxalifləri Quranın məntiqi və çəkdiyi məsələlər qarşısında aciz qaldılar. Onlar Quranın məsələlərini bəhanə edərək dedilər, Allahın səni milçək və ya hörümçək kimi bir canlını məsəl çəkməkdən daha ucadır. Onlar elə düşündülər ki, bu məsələlər Allahın uca məqamına uyğun deyil. Ona görə də Quran ayələrinə şübhə edirdilər. Allah bu ayəni göndərməklə onların bəhanələrinə son qoyur. Burada sual yaranır. Nə üçün Allah bir qrupu Quran və ondakı məsələlərlə azdırır? Cavab belədir ki, Allah kimsəni azdırmır. Sadəcə Quran həqiqətlərinə qarşı çıxan hər bir insan özü azır. Yəni bu mənada Quran kiminsə azğınlıq səbəbi sayıla bilər. Çünki ayənin sonunda buyurur, İnsanların günahı onların azğınlığına səbəb olur. Axı necə ola bilər ki, Allah xalqı imana çağırdığı halda özü onları azdırsın? Axı bu qədər peyğəmbər və səmavi kitab göndərən Rəbbimiz xalqı azdırmaq istəyər? Necə ola bilər ki, Allah insanlara azdırdığı üçün iblisi məzəmmət etsin, özü isə öz bəndələrini azdırsın? Biz biraz gərək təfəkkür edək, biraz düşünək bu barədə. Bu ayədə həm hidayət, həm də azdırmaq ümumi şəkildə Allaha aid edilsə də, digər ayələrdə məsələ açıqlanılır. Məsələn,
Bir ayədə oxuyuruq ki, Allah ona doğru hərəkət edənləri hidayət edir. Başqa bir ayədə göstəriş verilir ki, insanlar Allahın razılığı ardınca getsinlər. Başqa bir ayədə oxuyuruq, o kəslər ki, Allah yolunda cihad edər. Əksinə, öz istəyi ilə əyri yolu tutanları Allah öz başına buraxır. Allahın azdırması da elə öz başına buraxmaq mənasındadır, yəni. Çünki kafirlər, zalimlar, günahkar və israfçılar haqqında lə yəhdi işlədilmişdir. Keçid alırıq bildirişlərə. Birinci bildiriş budur ki, iş şəri, əqli və ürfi cəhətdən məzəmmətli olduqda həya etmək lazımdır. Amma həqiqətin bəyanından utanmaq bəyənilməmişdir. Lə yəstəhi. İkinci budur ki, uca və mühüm həqiqətləri sadə dildə misallar və bəyan etmək olar. Ən yədribə məsələn. Üçüncü, mömin Allah kəlamına inanır və bu göstərişlərə mütidir. Ya'lamunə ennəhul haqq. Dördüncü, Quran məsələləri tərbiyə və inkişaf vasitəsidir. Fəya'lamu ennəhul haqqu min rabbihim. Beşinci, Quran məsələləri haqdır və həqiqəti bəyan edir. Altıncı, haqqı axtaran kəs hər bir nurla yolu tapır. Bəhanəçi insan isə heç bir işığa, belə deyək, heç bir işığı bəyənmir, daha doğrusu. Heç bir yolu bəyənmir. Necə belə bir söz var bizdə ki, istəyən çarəsini, istəməyən bəhanəsini tapır. Yeddinci, küfür və inatkarlıq bəhanə amilidir. Səkkizinci, günah azğınlığa səbəb olur və həqiqətləri tanımağa maneçilik törədir. Doqquzuncu bildiriş budur ki, Quran məsələləri hidayət və ya zəlalət vasitəsidir. Onuncu isə sonuncu olan Allah əhdini pozanı günahkar, günahkarı isə azğın edir. Və mə yudillu bihi illəl fəsiqin. Allah bizi fasiqlikdən uzaq etsin. Allaha sığınaq. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.